Salam əziz müəllimlər və əziz abituriyentlər, hər birinizi xoş gördük. Bildiyiniz kimi bugün Dövlət İmtahan Mərkəzi tərəfindən 3-cü qrupun alt qrupu üzrə coğrafiya fənnindən imtahan keçirilmişdir. Və mən bugün sizə həmin imtahanda coğrafiyadan istifadə olmuş sualların izahını təqdim edəcəm. İlk öncə başlayırıq birinci sualına. Birinci sualda qeyd olunur ki, xəritə sxemə əsasən müvafiq bitkisilik sahələrinin inkişaf etdiyi ölkələri müəyyən edin. Deməli, baxırıq ilk öncə burada kartof verilib. Kartof burada biz ABŞ-da qeyd edə bilərik. Ona görə elə biri seçəcəyik. Qəhvəyə biz Braziliyanı seçə bilərik. Ona görə 5 seçəcəyik. Çaya da biz Şirlankanı seçə bilərik deyə seçəcəyik 2-ni. Deməli, 1-ə 1, 2-yə 5, 3-ə 2 olmağın doğru cavabımız B variantıdır deyəcəyik. Növbəti sualımız cədvələ əsasən Respublikamızda qış otlaqlarının yayıldığı məntəqə müəyyən edin. Qış otlaqları bizim yarımsərə quruçöl iqlim tipinin səciyyəvi olduğu ərazilərdə yayılmışdır və bizim qış otlaqlarının yayıldığı ərazilərimizdə orta illik temperatur 10 dərəcədən yuxarı, rütubətlənmə misalı isə 1-dən aşağıdır. Yəni, daha doğrusu 0,5-dən aşağıdır. Bu nəzərə alsa doğru cavabımız olacaq elə 2. Yəni, doğru cavabımız D variantıdır deyəcəyik. Uyğunluğu müəyyən edin. Qazaxıstan, Estoniya və Özbəkistan verilmişdir və onlara uyğun fikirlər seçməliyik. Deməli, ərazisi 2 qitədə yerləşir. Təbii ki, bu Qazaxıstana aiddir. Pambıqçılığın inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Əlbəttə ki, Özbəkistan. Əhalisi Türk dili qrupunun Qıpçaq qoluna aiddir. Qazaxıstana aiddir bu. Mərkəzi Asiyada əhalisi ən çox olan Türk dilli dövlətdir. Əlbəttə ki, Özbəkistan. Əhalisi Ural dil ailəsinə aiddir. Əlbəttə ki, Estoniya. Estoniya Ural dil ailəsinin Fin-Ugor dil qrupuna aiddir. Və 1-ə AC, 2-yə Y, 3-ə BD olmaqla doğru cavabımız B variantıdır deyəcəyik. Növbəti suala keçirik. Xəritə sxemə əsasən AB profilini müəyyən edin. Baxırıq ki, A 3616, B isə 3120 metri göstərir. 3616 Dəldağ zirvəsidir. 3120 isə Küküdağ. Küküdağ Dərə Ləyəzin ən hündür zirvəsidir. Dəldağ isə Qarabağ vulkanik yaylasının. Deməli, AB istiqaməti məhz olacaq bu istiqamət. Yəni, 4-cü istiqamət verilmiş profili əks etdirir. Yəni, doğru cavabımız olacaq B variantı. Növbəti sualımız Türk dil qrupu verilib. Deməli, Karayimlər bilməlisiniz ki, Türk dil qrupunun Bulqar yarım qrupuna aiddir. Daha sonra Özbəklər Uyğur dil qrupudur. Türk dil qrupunun Uyğur yarım qrupuna aiddir. Sonra Oğuzlar aiddirlər. Deməli, Oğuzlara aid olaraq biz burada verə bilərik ki, Azərbaycanlıları, Türkiyə türklərini, Axıska türklərini, Krım tatarlarını və s. Baxaq görək hansı uyğun gələcək. 1-ə Bulqar olan, 2-yə Uyğur olan 2 variant var. B və C variantları, bir də deməli B və C variantları var. 3-ə Qazax ola bilməz, çünki Qazaxlar Qıpçaq dil qrupuna aiddir. Ona görə biz burada elə C variantı seçəcəyik. 1-ə Bulqar, 2-ə Uyğur, 3-ə Türkmanları yaza bilərik. Qıpçaqları da Qırğızları qeyd edə bilərik. Ona görə doğru cavabımız olacaqdır C variantı. Xəritə sxemdə rəqəmlərlə göstərilən sayıları və onlara uyğun qida mənbələrini deyir ki, müəyyən edin. A variantına baxaq. 2 göndərilən sayılımı bəli. Yağış sularla qidalanır, bəli. Samur sayımı verilib, 3 samur sayıdır və qidalanması qar və buzlaq sulardır. Doğrudur. A variantı elə deyəcək, bizim doğru cavabımızdır. Növbəti sualımız. Ölkədə əmək ehtiyatlarının 53% qeyri-maddidir, 32% isə maddi istehsal sahəsində çalışır. Onda belə çıxır ki, ümumi olaraq əhalinin 85% işləyir. 53% ilə 32%-in cəmi eləyir 85%. Deməli, fəal əhali nə qədərdir? 85%. Onda belə çıxır ki, 15% də ölkədə işsiz var. Və işsizlərin sayı nə qədərdir? 4,5 milyon. Bizə nə istəyir? Əmək ehtiyatının ümumi sayını. Deyəcəksən ki, deməli, 4,5 milyon işsizimiz əgər 15%-ə bərabərsə, o zaman ümumi əmək ehtiyatımız, yəni 100%-imiz nəyə bərabərdir? X. X də buradan bərabər 4,5 milyonu 100-ə vurub 15-i bölsək, cavab alacağıq 30 milyon. Deməli, ümumi olaraq 30 milyon əmək ehtiyatı var. Doğru cavab B variantıdır. Elirvin diaqramına əsasən uyğun bəndlər müəyyən edin. Muson meşələri verilib və eyni zamanda ekvatorial meşələr verilib. Burada müvafiq olaraq əgər biz seçsək,
Cənub-Şərqi və Şərqi Asiyada daha geniş ərazilərdə yayılıb. Əlbəttə ki, musson meşələri il boyu bu meşələrə 2000-3000 millimetr yağıntı düşür deyirsə, əlbəttə ki, ekvatorial meşələrə aiddir. Burada məskunlaşan əhali demoqrafik keçidin birinci mərhələsindədir. Ekvatorial meşələrdə məskunlaşan kifayət qədər demoqrafik keçidin birinci mərhələsinə aid olan etnik qruplar mövcuddur. Ona görə sizə gedəcək ikiyə. Tropik işğal quşağında yerləşir hər ikisi də. Yəni, daha doğrusu musson meşələri mülayim işğal quşağında da var. Tropik işğal quşağında da var. Ekvatorial meşələr isə sadəcə tropik işğal quşağında var. Ərazisində suvarma əkinçiliyi, suvarma şəraitində çəltikçilik inkişaf etmişdir. Əlbəttə ki, musson meşələri. Yəni, 1'e A'ye, 2'ye B'si, 3'e D olacaq. Doğru cevabımız Y variantıdır. Uyğunluğu deyir, müəyyən edin. Baxırıq verilən koordinatlara. Deyir, il ərzində gecə və gündüzün uzunluğu arasında vaxt fərqi daha az olur. Bu, ekvatorial enliklərə yaxın məntəqələrdə il ərzində gecə və gündüzün uzunluğu arasında vaxt fərqi daha az olur. Ona görə A gedəcək 1'e. Yeni ili daha gec qarşılayır. Hansı daha qərbdə yerləşirsə, o daha gec qarşılayır. Baxanda görürük ki, daha qərbdə yerləşən 85 qərb uzunluğu, demək o daha gec qarşılayır. Şimal-şərq küləklərinin təsirinə məruz qalır. Şimal-şərq küləklərinin təsirinə məruz qalan, deməli, 60 dərəcə şimal enliyi ilə 90 dərəcə şimal enliyi arasında yerləşən məntəqə seçilməlidir. Baxanda görürük ki, elə bir məntəqə yoxdur. Ona görə C-ni heç birindən seçməyəcəyik. Qütb gecə və gündüzləri müşahidə olunur deyir. Qütb gecə və gündüzlərini 68 dərəcə cənub enliyində biz görə bilərik. Yeni Sukan daha tez qarşılayır deyirsə, hansı daha şərqdə yerləşirsə, o daha tez qarşılayır, olacaq Y. Demək, 1'e A, 2'ye B, 3'e de D, Y olacaq. 1'e A, 2'ye B, 3'e D, Y. Doğru cevabımız biz deyəcəyik ki, C variantıdır. Doğru olan ifadələri müəyyən edin. Qütb enliklərində səthin albedosu çox zəifdir. Əksinə, qütb enliklərində qar və buzlaq çox olduğuna görə səthin albedosu, yəni əks etdirməsi az yox, güclüdür, çoxdur. Yəni, bir səhv verilib. Bu da çox zəifdir deyil, yazılmalıydı, çox güclüdür, yazılmalıydı. Antiksiklonun mərkəzində yüksək atmosfer təzyiqi yaranır. Bəli. Bulutlu havada su qal temperatur amplitudu daha böyük olur. Xeyr. Bulutlu havada su qal temperatur amplitudu daha kiçik olur. Havanın temperaturu ilə mümkün buxarlanma tərs mütənasibdir. Xeyr. Havanın temperaturu ilə mümkün buxarlanma, yəni buxarlanma qabiliyyəti düz mütənasibdir. Qitələrin daxilinə doğru iqlimin kontinentallığı artır. Bəli. Udulan radiasiya miqdarı səth örtünün xarakteri nasıldır? Bəli. Doğru cavabımız 2, 5 və 6 olacaq. Yəni C variantı bizim sualın doğru cavabıdır. Eyni ölkəyə aid olmayan limanları müəyyən edin. Kobe, Nagoya, Yokohama. Bunlar Yaponiya limanlarıdır. Novorossiysk, Sankt Peterburg, Vladivostok. Üçü də Rusiyanındır. Boston, New York, Yeni Orlean. Üçü də ABŞ-ın limanıdır. İzmir, İstanbul, Ceyhan. Üçü də Türkiyənin limanlarıdır. Y variantı Marsel Fransa'nındır. Hamburg Almanya'nındır. Genua İtalya'nındır. Görürsünüz ki bunlar eyni ölkənin değil. Doğru cevabımız Y variantı olacaktır. Verilen iklim diagramlarının aid olduğu məntəqələrin yerləşdiyi ölkələri və onlar üçün səciyyəvi xüsusiyyətləri müəyyən edin. Birinci diagrama baxanda görürük ki, şimal yarımkürəsinə aiddir və yağıntılı dövrü birinci soyuq dövrünə təsadüf edir. Deməli, birinci diagram həmin temperatura baxanda görürsünüz ki, 5 təxminən 30 dərəcə arasında dəyişir. Bu subtropik enliyə aid ola bilər və subtropikin Aral dənizi iqlim tipinə aid olan bir diaqramdır. İkidə isə temperatur təqribən görürük ki, 15-30 dərəcə arasında dəyişir və yağıntılı dövrü də, yəni bu həm cənub yarımkürəsinə aiddir, ikinci diaqram və gördüyünüz kimi yağıntılı dövrü dekabr, yanvar, fevral, yəni cənub yarımkürəsinin yay aylarıdır. Bu subekvatorial ola bilər. Yəni birinci Aral dənizi iqlim tipidir, ikinci subekvatorialdır. Onun zaman biz birinciyə rahatlıqla İspaniyanı seçə bilərik. Deyəcək ki, çünki İspaniya yerləşir harada? Aralıq dənizi iqlim tipində. Eyni zamanda gəl baxaq. Biz İspaniya ilə bağlı zeytun istehsalında dünyada qabaqcıl yer tutur ifadəsini seçə bilərik. Sonra 2. Dedik ki, subekvatoral diaqramıdır. Ona biz Braziliyanı seçə bilərik. Çünki Braziliya cənub subekvatoralda yerləşir. Və xüsusiyyət olaraq da zəngin dəmir filizi və boksit ehtiyatına malikdir ifadəsini seçə bilərik. 1'e 5 və B, 2'ye 1 və D. Yəni doğru cavabımız olacaq Y variantı. Xəritə sxemində verilmiş iqtisadi rayonların fərqli xüsusiyyətləri müəyyən edin. Gördüyünüz kimi burada bu Gəncə Daşkəsəndir. Gəncə Daşkəsən iqtisadi rayonu. Bu isə Dağlıq Şirvan iqtisadi rayonudur.
İndi bunların fərqli xüsusiyyətlərini istəyir. Üzümçülüğün inkişafı üçün təbii şəraitə malikdir. Bu ikisinə də aiddir. Dağ mədən sənayesi Gəncə Daşkəsəndə var. Amma biz deyirik ki, Dağlıq Şirvanda dağ mədən sənayesi yoxdur. Gəncə Daşkəsəndə də dağ mədən sənayesi daha çox özünü Daşkəsəndə göstərir. Dəmir əkinçiliyi hər ikisinə də aiddir. Ərazisindən əsas ixrac neft kəməri keçir deyirsə, bu Gəncə Daşkəsənə aiddir. Çünki Gəncə Daşkəsən ərazisindən Bakı Subsa və Bakı Tbilisi Ceyhan neft boru xətləri keçir. Yəni amma Dağlıq Şirvandan keçmir. Yanar şist ehtiyatları var. Bu Dağlıq Şirvana aiddir, amma Gəncə Daşkəsənə aid deyil. Ona görə bunu da seçirik. Mülayim isti iqlim tipi formalaşıb, bu hər ikisinə də aiddir. Burada ikisinin də fərqli xüsusiyyətləri 2, 4, 5 olacaq. Yəni D variantı bu sualın doğru cavabıdır. Qərbi Avropa ölkələrinin iqtisadi coğrafi mövqeyini səciyyələndirən əlamətlər. Region ölkələrinin bir-biri ilə sıx qonşuluq mövqeyi var. Bütün ölkələrin dünya okeanı birbaşa çıxışının olması, Qərbi Avropa ölkələrinin hamısının birbaşa dünya okeanı çıxışı yoxdur. Məsələn, Andorran yoxdur, Liechtenstein'in yoxdur, Lüksemburgun yoxdur. Mühüm dəniz və quru ticarət yollarının yaxınlığında yerləşir. Bəli, Şərqi Avropa ölkələri ilə qonşuluq mövqeyinin olması, bu da onların iqtisadi coğrafi mövqeyini səciyyələndirən əlamətlərdəndir. Region ölkələrinin hamısında hasılat sənayesinin inkişaf etməsi ifadəsi doğru deyil. Çünki Qərbi Avropa ölkələrinin böyük bir hissəsində faydalı qazıntı, yəni mineral ehtiyat azdır. Ona görə hasılat sənayesi zəifdir. Doğru cavab olacaq burada 1, 3 və 4, yəni D variantı. Deyir, Azərbaycan Respublikası ərazisinin geosiqnal quşaqda yerləşməsinin nəticələri fəal seismikliyə malikdir. Bəli, relyefdə dendasiya düzənliklər üstündə xeyir. Relyefin hündürlük amplitudu az yox, çoxdur. Cavan dağlar formalaşır. Bəli, uçqun bənd göllər yaranıb. Bəli, fəal seismik ərazi yerləşdiyimizə görə vaxtilə ölkəmizdə baş verən zəlzələlər nəticəsində uçqun bənd mənşəli, Maral göl, Göygöl kimi göllər yaranmışdır. Fəaliyyətdə olan vulkanlar mövcud deyir, amma səhv deyir. Azərbaycanda fəaliyyətdə olan vulkan yoxdur. Doğru cavab olacaq 1, 4 və 5. Yəni A variantı bu sualın doğru cavabıdır. Növbəti sualımız, ölkənin ümumi milli məhsulunun dəyəri nə qədərdir? 360 milyard dollar. ÜDM-nin dəyəri 420 milyard dollardır. Ölkə şirkətlərinin xaricdə yaratdığı məhsulun dəyəri 66 milyard dollar olarsa, xarici şirkətlərin bu ölkə daxilində yaratdığı məhsulun dəyəri ÜDM-nin neçə faizini təşkil edir? Əziz yoldaşlar, ÜDM nədir? ÜDM bərabərdir. Öz şirkətim plus xarici şirkət. Bəs ümumi milli məhsul nədir? Yenə öz şirkətim plus xaricdəki şirkətim, düzdürmü? İndi nə deyir? Bax, burada deyir ki, ümumi milli məhsul nə qədərdir? 360 milyarddır. Bəs ÜDM nə qədərdir? 420 milyard dollardır. Ölkə şirkətlərinin xaricdə yaratdığı məhsulun dəyəri nə qədərdir? 66. Onda buradan öz şirkətimin payını tapa bilərəmmi? 360-dan 66-dan çıxan deyir 294 milyard. Və həmin 294'ü burada yazdığım zaman xarici şirkətlərin payını tapırıq nə qədər? 126 milyard. Deməli, 126 milyard dollar xarici şirkətlərin payı var. Ya bax, xarici şirkətin payı ÜDM-nin neçə faizlə bərabərdir? Deyirsən 420 milyardımız 100%'e bərabərdirsə, 126 milyardımız X-dir. X buradan bərabərdir. 126'ını vuracaqsan 100'ə və böləcəksən 420'ye, alacaqsan 30%. Deməli, ölkə xarici şirkətlərin dəyəri ümumi ÜDM-nin 30%'e bərabərdir. Sualımızın doğru cavabı məhz B variantı olacaqdır. Növbəti sualımız, Azərbaycanın şimal və cənub ucqar nöqtələrinin yerləşdiyi iqtisadi rayonların oxşar və fərqli xüsusiyyətlərini istəyir. Bilməliyik ki, şimal ucqar nöqtəmiz Butondağdır. Şəki-Zaqatala iqtisadi rayonunda yerləşir. Ucqar cənub nöqtəmiz Astarasaydı, Lənkəran Astara iqtisadi rayonunda yerləşir. Yəni bizdən Şəki-Zaqatala və Lənkəran Astara iqtisadi rayonlarının oxşar və fərqli xüsusiyyətlərini istəyir. Gəl birinci oxşar xüsusiyyətlərini seçək. Priz faydalı qazıntı yataqları mövcudluğu xeyr, bu fərqli əlamətdir. Qabağından 2 yazıram. Mülayim isti iqlim şəraitində meyvəçilik inkişaf etmişdir. Bəli, bu oxşardır. Ona görə 1 yazdıq. Xarici ölkələrlə sərhəddi dağ silsilələrindən və saylardan keçir. Bu da oxşar əlamətdir. Bütün inzibati rayonlar xarici ölkələrlə həmsərhəddir. Bu Şəki-Zaqatalaya aiddir. Deyəcək ki, Lənkəran Astara iqtisadi rayonunun bütün inzibati rayonlarının xarici ölkəyə çıxışı yoxdur. Məsələn, Lənkəran və Masallı'nın yoxdur. Çayları Kür hövzəsinə aiddir. Bu da fərqli əlamətdir. Çünki Lənkəran Astaranın bütün çayları Xəzər dənizində birbaşa tökülür.
Ama Şəki-Zaqatala İqtisadi rayonunun bütün sayları Kür hövzəsinə aiddir. Tektonik sınmalar boyunca bulaqlar səthə çıxır. Bəli, bu ikisinə də aiddir. Deməli, oxşar əlamət 2, 3, 6, fərqli əlamət 1, 4, 5 olacaq. Doğru cavabımız C variantı. Ərazi bütövlükdə fəal seismik zonada, qədim platformada və həm platform, həm də fəal seismik zonada yerləşən müvafiq dövlətlər. Fəal seismik zonada yerləşəcək buradan İslandiya, yəni 1-ə uyğun gəlir Y. Həm platformada, həm də geosignalda yerləşəcək Türkmənistan və daha doğrusu onun sessiz 2'ye seçməlik qədim platformada yerləşən. Qədim platformada yerləşən olacaq Belarusla Finlandiya. B və Y, daha doğrusu B və Y mi? Yox. İslandiya C olmalıydı. 1'ə C, 2'ye B və Y, 3'ə də uyğun gələcəkdir. Həm platforma, həm də seismik zonunda yerləşən Türkmenistan və Kanada. Bunların bir hissəsi platformada, bir hissəsi fəal seismik zonada yerləşir. 1'ə C, 2'ye B, Y, 3'ə A, D olacaq. Doğru cavabımız A variantı. Şərti şəhərlərə aid olduğu faydalı qazınlar və bu etibarla daha zəngin olan müvafiq ölkələr. Bu qalaydır. Bu dəmir filizidir. Bu isə fosforikdir. Bu variantda biz gördük ki, sadəcə A variantında var. Tayland qalaya görə, Braziliya dəmir filizinə görə, Mərakeş də fosforita görə fərqlənir. Doğru cavab belə olacaq A variantı. Uyğunluğu müəyyən edin deyir. Deməli, Qarayazı, İlisu və Qaragöl verilib. Yerləşdiyi fiziki zoğraf rayon üçün həm mülayim, isti, həm də soyuq iqlim tipi xarakterlidir. Bu təbii ki, İlisuya aiddir. İlisu Zaqatala fiziki zoğraf rayonunda yerləşir. Biz orada məsələn bütün fəsillərdə bol rütubətli soyuq iqlim tipini, iqlim yarım tipini və yağıntılara bərabər paylanan mülayim isti iqlim yarım tipini görə bilərik. Yəni A gedəcək 2-yə. Tektonik çökmə zonasında Qarayazı yerləşir. Kür tektonik əyilməsində yerləşir. Ərazisində mevzu yaşlı suxurlar üstünlüyü təşkil edir. Bu yenə İlusuya aiddir. İlusunun yerləşdiyi fiziki zoğraf rayonunda, yəni Zaqatala biz deyəcəyik ki, mevzu yaşlı Yura və Tabaşı dövrünün suxurları üstünlük təşkil edir. Düzən meşə landşaftı mühafizə olunur, əlbəttə ki, Qarayazıda. Yerləşik təbii vilayətdə maqmatik suxurlar geniş yayılıb, əlbəttə ki, bu Qaragölə aiddir. Qaragöl Qarabağ vulkanik ailəsində yerləşir və orada biz maqmatik suxurların geniş yayıldığını görə bilərik. 1'ə BD, 2'ye AC, 3'ə də Y olacaq. Doğru cavabımız A variantı. Doğru sıralarını müəyyən edin. Qızılağac Lənkəran təbii vilayətində yerləşmir. Kür vilayətində yerləşir. Ona görə bir səhvdir. Bozdaq silsiləsi Kürdağarat çökəkliyi vilayətində və Kürdağarat çökəkliyi tektonik zonasında yerləşir. 2 düzdür. Hərəmi düzü Kiçik Qafqazda yox, Kürdağarat çökəkliyi vilayətində Arazboyu fiziki zoğraf rayonunda yerləşir. Və Kiçik Qafqaz qalxmasında da yox, Kür tektonik əyilməsində yerləşir. Ona görə 3 səhvdir. Şərq düzü Orta Araz vilayətində yerləşir. Düzdür. Və Orta Araz əyilməsindən düşür. Bu da düzdür. Sonra Qızıyurdu zirvəsi Lənkəran vilayətində, Talış dağlarında yerləşir. Talış dağlarının Talış silsiləsində yerləşir. Talış dağlarının ikinci ən hündür zirvəsidir. 2433 metr hündürlüyü var və Lerik rayonundadır. Kiçik Qafqaz tektonik qalxmasına da uyğun gəlir. Ona görə 5 də düzdür. Yəni bu sualda 1, 2, 4, 5 sualın doğru cavabıdır. Yəni D variantı. Sonra 22. Doğru olmayan coğrafi ifadələri müəyyən edin. Dunay və Kolyma çaylarının su sərfi yaz aylarında çoxalır. Bəli. Mekong çayının hövzəsi 2 işıqlama qurşağında yerləşir. Bəli. Tropik və mülayim. Ladoqa gölü mülayim işıqlama qurşağında yerləşir. Bəli. Rusiya ərazisində yerləşir Ladoqa gölü. Balxaş gölü 2 türk dilli dövlətin ərazisində yerləşir. Xeyr. Bu səhvdir. Çünki Balxaş gölü sadəcə bir türk dilli dövlətin ərazisində yerləşir. O da Qazaxıstandır. Tanqanka gölü platformanın əyilmə zonasında yerləşir. Xeyr. Tanqanka gölü platformada yox. Deyəcək ki, geosignal bölgədə Qrabende yerləşir. Yəni tektonik sınma zolağında yerləşir. Afrika çaylarının çox hissəsi Hind okean hövzəsinə aiddir. Xeyr. Afrika çaylarının çox hissəsi Atlantik okean hövzəsinə aiddir. 4, 5, 6 biz deyəcək doğru cavabımız olacaqdır. D variantı. Karpat dağlarının aid olan xüsusiyyətləri müəyyən edin. Deyir ki, yerləşdiyi ölkələrdə əhalinin təbii artım birinci tipi səciyyəvidir. Karpat dağlarının bir hissəsi Rumuniyada, bir hissəsi Ukraynada, bir hissəsi Mazaristanda yerləşir. Ona görə yerləşdiyi ölkələrdə bəli, təbii artım birinci tipidir. Bu düz. Bütünlüklə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ərazisində yerləşir. Xeyr. Böyük bir hissəsi inkişaf etməkdə olan ölkələrin ərazisidir. Avropanın ən yüksək zirvəsi burada yerləşmir. Avropanın ən yüksək zirvəsi
Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrus zirvəsidir. 5642 metr. Çayları əsasən Atlantik Okean hövzəsinə aiddir. Bəli. Ərazisi çox yarpaqlı həmişə yaşıl meşələr zonasında yerləşmir. Ərazisi bir hissəsi çöl, bir hissəsi isə eni yarpaqlı meşələr təbii zonasına düşür. Tavaların konvergen zonasında, yəni toqquşma zonasında yerləşir. Bəli, doğru cavab 1, 4 və 6 olacaqdır. Miqyası 1/50 milyon olan xəritədə Bakı şəhəri ilə eyni enlikdə yerləşən 20 şərq uzunluğu və 60 şərq uzunluğu məntəqələr arasında məsafə 6 santimetrdir. Bu məntəqələr arasındakı həqiqi məsafənin xəritdən neçə kilometr tərif olduğunu hesablayın. Deməli ki, baxaq, 1 santimetr nə qədər düşür həmin xəritədə? 500 kilometr. Bəs o zaman 6 santimetrimiz nəyə bərabər olacaq? Əlbəttə ki, 3000 kilometr, düzdürmü? Bu xəritədə olan məsafədir. Gəl baxaq, realda nə qədərdir? Realda 20 şərq uzunluğu ilə 60 şərq uzunluğu arasında 40 dərəcə məsafə var. Və o Bakı ilə eyni enlikdə yerləşir. Yəni 40-cı paraleldə yerləşir. 40-cı paraleldə bizim bir dərəcəmiz nə qədərdir? 85,4 kilometr. Bunlar arasında nə qədər məsafə var? 40 dərəcə var. 40-ı vursaq 85,4-ə eləcək 3416 kilometr. Əslində B və C arasında 3416 kilometr məsafə olmalıdır. Amma xəritə üzrə hesablasaq bu 3000 kilometrdir. Deməli, tərif nə qədərdir? 3416 çıxaq 3000 bərabər 416 kilometrlik deyəcək ki, təhrif var. Doğru olan fikirləri müəyyən edin. Böyük su harici dağ silsiləsinin qərb yamacı boyunca savanna və seri meşələr təbii zonası yayılıb. Bəli. Filipin və Madagaskar adlı tropik iqlim qurşağında yerləşir. Madagaskarın bir hissəsi yerləşsə də Filipin ekvatorial və subekvatorial iqlim qurşağında yerləşir. Tropiki görünür. 2 səhvdir. Şərqi Asiyanın ən uzun çayı tranzit çayıdır. Xeyr, Şərqi Asiyanın ən uzun çayı həm də Avrasiyanın ən uzun çayı hesab etdiyimiz yansız çaydır. Onun da mənbəyi və mənsəbi Çində yerləşir. Tranzit çay deyil. Çinin milli çayıdır. Pasxa və İslandiya adaları Tavaların divergen sərhədində yerləşir. Bəli. Almaniya və ABŞ-da təsərrüfatın 4-cü sektoru inkişaf edib. Bəli. Təsərrüfatın 4-cü sektoru inkişaf edilmiş ölkələrdə inkişaf etmişdir. Yüksək məhsuldarlığa malik əkinçilik istehlak tipi deyil. Əmtə tipidir. Ona görə 6 səhvdir. Doğru cavabımız 1, 4 və 5 olacaqdır. 26. Yarımada boğaz ada uyğunluğu müəyyən edin. Labrador ilə Baffin torpağını Hudson boğazı biz deyəcək ki, ayırır. 5 düz. Malakkanı, Sumatranın Zond boğazı yox, Malakka boğazı ayırır. 4 səhvdir. Hindistanla Şirlankanın Port boğazı ayırır. Bəli. Kepiyokla Yeni Gvineyanın Torres boğazı ayırır. Bəli. Koreyanın Yaponu Koreya boğazı ayırır. Bering boğazı yox. Doğru cavab olacaq 2, 3 və 5. İqlim tipləri verilib. Demək 1, 2, 3 seçdik. Qışı quraq gecə mülayim istini görəcəksən Qanı Qayırsayda. Yay quraq gecə mülayim istini görəcəksən Lənkəranda. Qışı soyuq yay quraq gecə yarımsərə quru çölə görəcəksən Şərur Ordubatda. 1-ə Y, 2-yə C, 3-ə A-dır. Küdür, Şirvan və Samur dəvəsini seçmədik. Ona görə ki, hər ikisində qışın mülayim qızın yarımsərə quru çöldür. Variantda da qışın mülayim qızın yarımsərə quru çöl yoxdur. Ona görə seçmədik. 1-ə Y, 2-yə C, 3-ə A olacaqdır. Situasiya. Turvan çökəkliyindən şimal-qərb istiqamətində quru yolu hərəkət edən müşahidəsi iki qitənin sərhədində yerləşən relyef formasının ən hündür zirvəsini çatdı. Ümumiyyətlə, Avropa Turvan çökəkliyi Qazaxıstanda Çində yerləşir. Sintizian Uyğur Türk qurumunun ərazisində yerləşir və ümumi olaraq Türk dünyasının ən alçaq nöqtəsidir bu Turfan çökəkliyi. Əgər burada şimal-qərb istiqamətində getmişiksə, demək Turfan çökəkliyi Asiya qitəsindədir. Şimal-qərb istiqamətində getmişiksə və Avropanın Asiyanın sərhədini ayıran, sərhədində yerləşən biz silsiləyə çatmışıqsa, o ancaq Ural dağları ola bilər. Çünki Avropanın Asiyanın sərhədində biz deyəcəyik Ural dağlarını görürük. Və deyir ki, müşahidəsinin çatdığı zirvə ilə hərəkətə başladığı çökəklik arasında 205 mm zirvə sütunun təzyiq fərqi var. Həqiqətən də Ural dağlarının ən hündür zirvəsi haradır? Narodnaya. 1895 metr hündürlüyü var Narodnaya zirvəsinin. Turfan çökəklikdə -155'dir. Bunlar arasında nə qədər hündürlük fərqi var? 1895'dən -155'i çıxsaq, eləcək 2050 metr və həqiqətən də bunlar arasında biz gördük 205 mm təzyiq fərqi var. Deməli, burada söhbət Ural dağlarından və Narodnaya zirvəsindən gedir. Artıq davamlı oxumayacağım. Gəl, birbaşa verilən suallara baxın. Deyir, mətnə əsasən müşahidəsinin çatdığı zirvənin hündürlüyünü hesablayın. Hündürlük 1895 metr, Narodnaya zirvəsidir. Onu necə tapacaqsınız? Bunlar arasında təzyiq fərqi nə qədərdir? 205.
Deyir hər 10 metrə 1 milimetr təzyiq dəyişirsə, 205 milimetr nə qədər təzyiq dəyişir? Əlbəttə ki, daha doğrusu 205 milimetr üçün nə qədər hündürlük lazımdır? 2050 metr. Demək, bunlar arasında 2050 metr hündürlük fərqi var, düzdürmü? Turfan nə qədərdir? Mənfi 155. Turfan mənfi 155 isə və bunlar arasında 2050 metr fərqi varsa, 2050-dən elə biz 155 çıxmaqla 1895 metr cavabını ala bilərdik. Və zirvənin yerləşdiyi relyef formasının adını müəyyən edib yazın. Zirvə Ural dağlarında yerləşir. Bir mətnə əsasən müşahidəsinin çatdığı relyef formasına aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazın. İndi cədvəldən yazdığını bilmirəm. Amma bilməlisiniz ki, əgər Ural dağlarını düşünüb yazmışsınızsa, yəqin ki, düzgün yazmışsınız. Mətnə əsasən müşahidəsinin marşrut üzrə keçdiyi ərazilərə aid olan xüsusiyyətləri müəyyən edib cədvəldə yenə dedi yazın. Yenə cədvəldə nə verildiğini bilmədiyim üçün bir fikir yürüdə bilməyəcəm. Təəssüf ki, amma yenə deyirəm, əgər düşüncəniz mənim dediklərimlə üstə düşürsə, çox güman ki, doğru yazmışsınız. Belə, 30 sual izahını sizə təqdim etdim. Ümid edirəm ki, hər bir izah sizin üçün tam olaraq aydın olmuşdur və ümid edirəm ki, yaxşı nəticə toplamışsınızdır. Videonu dostlarınızla paylaşın, kanala abunə olun ki, növbəti imtahan sualların izahı ilə tanış ola bilərsiniz və həmçinin bizim imtahan öncəsi təbii ki, canlı yayımlarımız olacaq. O canlı yayımlardan da yararlanmaq istəyirsinizsə, kanala abunə olun, bildiriş butonunu açıq tutun ki, canlı yayımlarımız olduğu zaman xəbərdar ola biləsiniz. Özünüzə yaxşı baxın, Allah'a emanet olun, növbəti video izahlarda görüşənə dək.